Herkese salam dostlar, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Videoyu keçməzdən əvvəl dostlar, kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndisə like ata bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımıza hər birinizi gözləyirəm. Linki şərhlərdə olacaq. Burada səhmlər və kriptovalyutaları ümumi paylaşımlar edirik. Haqqında postlar paylaşıram, məlumatlar, xəbərlər və s. paylaşıram. Yatırım edirik, öz şəxsi analizlərimi paylaşıram. Həmçinin müzakirə qrupunda da bunları müzakirə edirik. Hər birinizi Telegram kanalımda gözləyirəm. Yəni YouTube'da video atmadığım vaxtlarda Telegram kanalında aktiv oluram. Oradan həm mənlə əlaqə saxlaya bilərsiniz, həm də qrupda başqa yoldaşlarla müzakirə edə bilərik. Hər birinizi gözləyirəm. Deməli dostlar, bugünkü videoda sizlərlə aldığımız səhmlər haqqında ümumi analizlərimi paylaşacağam. Yəni bu səhmlərin gələcəyi nə olacaq, hal-hazırdakı vəziyyət necədir və s. bunlar haqqında ümumi paylaşım edəcəm. Yəni özümdə belə bir video paylaşmağı bir borc kimi gördüm. Çünki yəni çoxdan da elə bir hərəkət yoxdur. Əslində hər bir səhm, yəni məsələn Luminar Technology səhmi, Dragonfly Energy şirkət səhmi, Femi səhmi, yəni bu yaxınlarda deyəndə təxmini 3-4 həftə, yəni ümumi olaraq 1 ay ortalama ilə götürsə içində böyük hərəkət ediblər dostlar. Məsələn, adi Femi səhmi 1 dolları keçmişdi. 6 oktyabr tarixində. Hal-hazırda 30 oktyabrdır. Yəni bir ay içində bu səhmlər demək olar hər biri böyük hərəkətlər eləyiblər. Gördüyünüz kimi 15 oktyabrda 2 dollar 51 sent. Yəni təsəvvür edin, biz bu qiymətlərdən satsaydıq, biz hal-hazırda çox yaxşı pullar cibimizə qoymuşduq. Yaxşı pullar çıxarmışdıq burada. Femi də həmçinin yaxşı qazanc vermişdi. Dragonfly də yaxşı qazanc vermişdi. Bu Maplay Inc şirkəti, yəni kart şirkəti qısa adı ilə desək dostlar, hal-hazırda biraz çətin dövrlərdən keçir. Bunun səbəbini bilirəm niyədir. Çünki deməli dostlar, bu şirkətə ABŞ-da rəqiblər var. Məsələn, bu şirkət yemək çatdırılmaz da deyir əslində. Deməli, müxtəlif mağazaların ağıllı anbar layihələrini icra edir. Və bu şirkət əsasən logistika təminatı, logistika üçün proqram təminatları və s. hazırlayan şirkətdir. Və bu şirkətin hal-hazırda ABŞ-da bir neçə rəqibi var. Yəni ona görə bazar payı azalacaq qorxusuyla bu şirkət hal-hazırda gördüyünüz kimi eniş trendi göstərir. Lakin dostlar, Telegram kanalında dediyim kimi Maplay Inc şirkəti, yəni kart qısa adı ilə dibdə dostlar. Yəni bundan aşağı düşəcək bir yolu yoxdur. Buradakı qalxış artıq 60 dollarları gətirməlidir dostlar. Düzdür, gətirməyə bilər. Yəni mən zəmanət verə bilmərəm. Şirkətin rəhbəri deyiləm, şirkətin işçisi deyiləm və yaxud ortağı deyiləm. Yəni sizə zəmanət verə bilmərəm bu haqda. Lakin dibdir, yəni texniki göstəricilər bu şirkətin 60 dollar həddini artıq getməli olduğunu deyirlər. Maliyyə proqnozları açıqlanmayıb, açıqlansa dəqiq bir şey deyərəm sizlərə, lakin deyə bilmirəm. Amma şirkət qazanclı şirkətdir, yəni sıfıra gedəcək halı yoxdur, yəni səbəb yoxdur, ona elə bir şey səbəb yoxdur və yaxud 30-a düşəcək, 20-yə düşəcək, elə bir səbəb yoxdur. O dərəcədə ciddidir. Bəli, bu düşüş üçün ciddi səbəbləri var, amma o dərəcədə iflas riski yoxdur, şirkət satılmalıdır riski yoxdur və yaxud şirkətin CEO-su dəyişikliyi mi oldu, belə bir risk yoxdur. Yəni səbəb odur ki, bazar payı itirəcək qorxusu var, müəyyən bazar payını itirəcək qorxusu var. ABŞ-da bir neçə şirkət bu şirkətdən güclü rəqabət tapar. Yəni səbəblər budur. Femi şirkətdə dostlar, yəni Yahoo Finance-da da son xəbərləri istəyirsiniz, gəlin bir yerdə baxaq. Femi şirkətində əslində elə bir qorxulu xəbərlər yoxdur bu aralar. Yəni qiymətini də gördüyünüz kimi 60 dollarlarda seyr edir son zamanlar. Gecə qapanışını bazar qapanışı öncəsi 65 sentə bağlayıb. Baxın, 8 gün öncə olan xəbərə baxaq. Postmarket sizdən paylaşmışdım ki, bazara çıxarmamışdan əvvəl cihazlarını market öncəsi nəzarət tədqiqatına başlayıblar. Yəni dostlar, Femi şirkətinin mən gələcək maliyyə proqnozunu yüksək gözləyirəm. Çünki bu şirkətə maraq böyükdür, bu şirkətin məhsullarına maraq böyükdür. Yəni bir təxmini 5-6 ay əvvəl bu şirkətin məhsulu üçün 400 minə yaxın Avropadan sifariş gəlmişdi. Səhv eləmirəmsə Belçika idi, ya da hansısa bir Avropa ölkəsidir. Yəni 400 min dollardan söhbət gedir. Yəni dostlar, bu şirkətə maraq böyükdür, bu şirkətin məhsullarına da maraq böyükdür.
Bəli, Nasdaqdan xəbərdarlıq alıb şirkət ki, 1 dolları təcili olaraq qaldırmalısınız səhmin qiymətini. Maliyyə hesabatı ilə bu 1 dolların üstünü təmin eləyəcək dostlar. Mən sizə bunu 80% zəmanətini verirəm. Təbii ki, 100% deyə bilmərəm, amma 80% bu şirkət 1 dolların üstünə gəlməlidir. Çünki şirkətin məhsulları var, şirkətin alıcısı var, yəni məhsul alıcısı var. Şirkətin komandası işləyir. Bu şirkət yerində durmamalıdır dostlar. Hal-hazırdakı vəziyyət maliyyə hesabatı və xəbər daha doğrusu xəbər gəlməmiş olan nəticədir. Yəni güclü bir xəbər yoxdur. Ona görə hal-hazırda qiymət bu cürlə seyr edir. Məsələn, bir yatırım, investisiya xəbəri olarsa və yaxud yeni bir məhsul çıxış xəbəri olarsa və yaxud yeni bir sifariş xəbəri olarsa bu şirkətin məhsullarını, o zaman şirkətin səhmin qiyməti də yuxarıya doğru hədəfləri qıra bilər. Belə dostlar, FEM haqqında məlumatım bu qədərdir. Kart haqqında bu qədər məlumat verdim. Luminar Texnoloji, yadınızdadırsa, Telegram kanalında paylaşım etmişdim bu şirkət haqqında ki, şirkətin keçmiş CEO-su yenidən qayıdıb, səhmlərin əksəriyyətini alıb, yəni şirkəti ələ keçirib, loru dedirsə, yəni şirkəti yenidən öz nəzarətinə bərpa edib. Və şirkəti gələcəyi olmasına inandığı üçün bunu dostlar eləyib. Yəni təsəvvür edin, bu şirkətin keçmiş CEO-su öz hal-hazırdakı şirkəti ilə, şirkətin bütün kapitalı ilə Luminar Technology şirkətinin Class A tipli səhmlərin əksəriyyətini alıb. Yəni idarə edici səhmlərin əksəriyyətini alıb ki, şirkəti yenidən yenidən öz nəzarətinə keçirsin, yenidən öz şirkəti eləsin. Yəni CEO-nun məqsədi budur. Austin Russell adlı CEO-su var. Yəni həm keçmiş CEO-sudur, qurucusudur və indiki səhmlərin əksər sahibidir. Yəni şirkətin gəlirli olacağını bilərəkdən bunu eləyib və şirkətin daha doğrusu şirkətin inkişaf mərhələsində olduğu üçün bunu eləyib. Şirkətin son aylarda olan performansı da pisdir. Məsələn 1.70-ə düşmüşdü bu xəbərə görə, sonradan 2.32-yə qalxdı. Yəni bu şirkətdən belə biz dostlar 16-17% gəlir əldə edəmişik. 2 dollardan alsanız belə 1.70-dən alsanız daha çox, bir 30% yaxın gəlir əldə etmiş olacaqsınız. Yəni dostlar, belə baxanda biz həm Luminardan, həm Femidən, həm Dragonfly Energy-dən, həm də Ayva şirkətindən gəlir qazanmışıq dostlar. Bəli, əgər biz satmamışıqsa, deməli bunun nəticəsi daha da böyük olacaq deyə biz satmamışıq. Ayva 5 gündə məhv 11% nəticə göstəribsə, o demək deyil ki, 11% davam eləyəcək. Amma baxırıq ki, 6 ay içində 116% yüksəliş edib. Baxırıq ki, son 3 ayda 20 dollarlara qədər qalxış edib. Yəni bu şirkət yerində durmayacaq. Ayva Technology-nin, Luminar Technology-nin tətbiq etdiyi texnologiya, lidar texnologiyası gələcəyin 50 milyard dollarlıq bir bazardır dostlar. Bu texnologiya 50 milyard dollar, yəni 50 milyard dolları yəqin ki, bu videonu izləyənlər heç vaxt bir arada görməyiblər. Yəni bu pulla bu texnologiyanın böyük bazar olduğu görsənir və gələcəyin bazarı. Lidar texnologiyası həm kiber təhlükəsizlik sahəsində, həm ümumi təhlükəsizlik sahəsində maşınlar, avadanlıqlar, şirkətlər və s. yəni bir çox təhlükəsizlik sahəsi üzərində aparıcı texnologiyadır lidar texnologiyası və gələcəyin texnologiyasıdır. Bu şirkətlər hal-hazırda zərərlə işləyə bilərlər, lakin onlar 1-2 ilə zərərlərini bağlayıb böyük nəticələr əldə eləyəcəklər və onda biz hal-hazırda 2 qat qazanmışıqsa, məsəl üçün bir ay əvvəl tutaq ki, Femidən, Luminardan, Ayvadan, bu 1-2 ilə biz 15-20 qat belə qazana bilərik dostlar bu şirkətlərdən. Demirəm, yəni kim istədi neçə qiymətdən olsun sata bilər, hər kəsin öz şəxsi qərarıdır. Amma dostlar 2028-ci ilə qədər bu şirkətlər həddindən artıq böyüyəcək dostlar. Bunu nəzərinizə çatdırım. Yəni təsəvvür edə bilməyəcəyiniz qədər böyüyəcək. Çünki artıq bildiyimiz kimi deməli robot taksilər məsəl üçün fəaliyyət göstərməyə başlayır artıq. Məsələn, Tesla şirkəti robot taksilər üzərində işləyir, Nvidia şirkəti robot taksilər üzərində işləyir, uçan taksilər üzərində işləyirlər. Yəni bu robot və uçan taksiləri insanlar idarə etməyəcək dostlar. Bunları müəyyən süni intellekt idarə edəcək. Robot dediyimiz, yəni əsasən süni intellekt idarə edəcək bunlar. Bu süni intellekt də təbii olaraq təhlükəsizlik baxımından lidar texnologiyasına və onun kimi aparıcı texnologiyalara möhtacdır dostlar. Yəni bu şirkətlər həmən süni intellektləri təmin edəcəklər və böyük gəlirlər qazanacaqlar dostlar. Dragonfly Energy dediyim kimi 2.51-ə qalxmışdı. Yəni mən təxmini olaraq mənim minimum deməli daha doğrusu alış nöqtəm
1 dollar 20 sent falandır. Yəni mən istəsəydim 2 qat qiymətdə bunu satmağı bacarardım dostlar. Yəni mən də 2 qat, 3 qat qiymətində səhmləri sata bilirəm. Sadəcə satmadım. Niyə satmadım? Çünki bu şirkətin bir neçə il sonra gəlirlərə keçəcəyini və 1 dollar olmayacağını, 20, 30, 40 dollar olacağını nəzərə alaraq bunu saxlamışam dostlar. Boşuna saxlamamışam, boşuna qazancdan vaz keçməmişəm. Yenə də satmaq və ya satmamaq yerinə siz özünüz sizi təmin edəcək qədər məbləğdə deməli təyin edə bilərsiniz. Təbii ki, müəyyən hədəfləri var. Məsəl üçün 1.10-dursa, RSI səviyyəsinə uyğun olaraq müəyyən nöqtələrdən sata bilərsiniz. Amma yəni bunun gəlir nöqtələri də var dostlar ki, bu qədər sizə təmin edə bilərmi? Yəni bu qədər qazanc və s. Yəni bu maliyyə hesabatlarına qədər Luminar Technology-nin də heç yerində duracağına inanmıram. Çünki gördüyünüz kimi qazancları son 2 ayda böyük qazanclar əldə edir. Niyə bu səviyyələrə düşdü? Telegram kanalında aydınlıq gətirmişəm. Çünki səhm satışı ediblər dostlar. Şirkətin borcları çoxdur. Şirkətin axırıncı 3 aylıq borcu 65 milyon dollardır. Şirkət 40 milyon dollarlıq səhm satışı edib və yeni hesabatda bu yansıyacaq 3-cü rüb hesabatına və orada da görəcəksiniz ki, şirkət artıq 20 neçə milyonluq borcdadır və yaxud daha az borcdadır. Yəni şirkət bunu borclarını azaltmaq və texnologiyalarını daha da irəlilətmək üçün ediblər. Boşuna səhm satışı eləmiblər. Ona görə də qiymət hal-hazırda buralarda seyr edir. Amma yəni bu qiymətin çıxacağı da var dostlar və bir neçə ay sonra bu qiyməti 3-4 dollarda, 5 dollarda görə bilərik dostlar. Gorilla Texnology şirkəti dostlar. Gorilla Technology şirkəti son vaxtlarda düşüşlər eləyir. Bəli. Hal-hazırda tam alış nöqtəsidir dostlar. Yəni ən böyük birinci, demək olar sonuncu alış nöqtəsindədir. Buradan artıq Luminarın 30 dollarlara qədər yolu var. Luminar gəlirli olan bir şirkətdir və bundan sonraki maliyyə hesabatı daha aşağı olsa belə hal-hazırdakından bunun 4-cü rüb və illik gəlir hesabatı yüksək olan bir şirkətdir. İllik hesabatı daha doğrusu əvvəlkən baxanda aşağıdır, amma yəni 25-dən sonraki hesabatı nəzərə çatdırmaq istəyirəm və 4-cü rüb və 4-cü, 5-ci rübləri daha da gəlirli olacağı yönündə hesabatlar var dostlar, gözlənilər var, təxminlər var. Yəni bu şirkətin gördüyünüz kimi illik olaraq deməli nağd vəsaitləri də artıb, aylıq nağd vəsaitləri də artıb 3 aylıq hesabatlarda. Yəni bu şirkətin dostlar dönüş nöqtəsindədir. Demək olar 3-cü rübdən sonraki rüblər bu şirkət üçün 70-80% hallarda ancaq gəlirli olacaq şəkildə nizamlanıb dostlar. Bu şirkət də texnologiya şirkətidir, kiber təhlükəsizlik sahəsində proqram təminatları üzərində işləyir və proqram təminatları hazırlayır. Belə dostlar, bu şirkətin də minimum alış nöqtəsinə çatmış. Yəni demək olar bu gündən sonra Gorilla Technology və Kart şirkətində yalnız yüksəliş, yəni bir müddət yalnız yüksəliş, Ayvada da yüksəliş, dönüş, amma heç olmasa 40 dollarlara qədər yüksəliş gözləyirəm bundan sonraki maliyyə hesabatlarını da nəzərə alsaq. FEMI-də də təbii ki 1 ay içində 1 dollar üstü olmasını gözləyirəm. Təxminən bu yöndədir. Olmaya bilər, bəli olmaya bilər, hər şey ola bilər. Şirkət CEO-su ölə bilər, yəni min cür səbəb ola bilər, yəni bunu məsəl üçün dedim. Yəni bir pis xəbər və yaxud bir neçə pis xəbər şirkətin sonunu gətirə bilər, amma hal-hazırdakı olan şirkət haqqında xəbərlər, tədqiqatlar, komandanın gördüyü işlər bunun olmayacağını bizə təxmin elətdirir. Belə dostlar, bugünkü video bu qədər idi. Ümid edirəm suallarınıza hardasa cavab tapa bildiniz. Yatırımlarınıza görə biraz da olsa özünüzə güvən verə bildiniz, yəni ki, düzgün yatırım etmişsiniz və s. Yəni yatırım etmək zaten riskli bir şeydir. Amma yəni mən sizə özüm yatırım etdiyim şirkətləri tövsiyə edirəm. Özüm də bu yatırımda varam, investisiyada varam, bu oyunda varam. İndi oyun demək istəmirəm çünki iri şirkətlərə yatırım edirik. Amma yəni reallıq budur. Mən də yatırım edirəm, udza da bilərik, uda da bilərik. Amma ağıllı yatırım ediriksə udacaq. Bugünlük bu qədər. Sağ olun, qalın, gələcək videolarda görüşərik.